Salam hörmətli izləyicilər. Bugünkü mövzumuz koronar angioqrafiya nədir? Koronar angioqrafiya kimlərə məsləhət görülməlidir? Koronar angioqrafiya özü bir müayinə metodudur. Koronar angioqrafiya kateter laboratoriyasında aparılır. Müayinə özü təqribən 15 dəqiqə çəkir. Əsasən radial arteriya və yaxud bəzi hallarda bud arteriyasından xüsusi tüp yerləşdirilərək bu tüpün içərisindən xüsusi kateterlərlə ürəyə qədər girilir və kontrast maddə vurularaq koronar taj damarların angioqrafik müayinəsi aparılır. Ümumiyyətlə koronar angioqrafiya kimlərə məsləhət görülür? Sinekardiyası olan xəstələrə, sinekardiya dedikdə nəyi nəzərdə tuturuq? Xəstə 50-100 metr gedərkən və yaxud yoxuş çıxarkən, pilləkən çıxarkən döş sümüyünün arxasında olan göynəcidi xarakterli ağrılardan və yaxud ciddi tənginəfəslikdən şikayət edir. Xəstə dərman müalicəsi almasına baxmayaraq bu ağrılar keçmir və yaxud əksinə getdikcə artır. Bu xəstələrdə mütləq koronar angioqrafik müayinə olunmalıdır. Həmçinin miokard infarktı keçirmiş xəstələrdə koronar angioqrafiya mütləq məsləhətdir. Ürək çatmamazlığı, bundan başqa kardioqramma exo müayinələrində olan anormallıqlar da koronar angioqrafiyaya göstərişdir. Xəstənin heç bir şikayəti olmasa belə, stres test dediyimiz müayinə, yəni EFOR testində xəstənin müayinəsinin müsbət çıxması koronar angioqrafiyaya göstərişdir. Koronar angioqrafiya dediyimiz kimi kateter laboratoriyasında aparılır. Xəstə öncəsində müəyyən müayinə və analizlərdən keçirilir. Xəstənin müayinə müddəti təqribən 15 dəqiqə çəkir. Müayinədən sonra xəstədə əsasən 3 qərar verilir. Dərman müalicəsindən davam etmək, yaxud angioplastika, balon və ya stent yerləşdirmək və yaxud aortokoronar şurutlama, açıq ürək əməliyyat dediyimiz əməliyyat qərarlardan biri verilir. Əgər xəstədə angioqrafiya radial arteriyadan olunubsa, xəstə 1-2 gün həmən qola istirahət verməlidir. Əksinə ayaqdan olunubsa, xəstə 3-4 gün müddətində mümkün qədər ayaq üstə qalmaqdan çəkinməlidir. Bəs koronar angioqrafiyaya əks göstərişlər hansılardır? Burada mütləq əks göstəriş yoxdur, lakin xəstədə əgər temperatur varsa, infeksion xəstəlik keçiribsə, xəstədə ciddi böyrək çatışmamazlığı varsa, həmçinin biz istifadə etdiyimiz kontrast maddəyə, tərkibində yod olan kontrast maddəyə qarşı allergiyası varsa, bu zaman koronar angioqrafiya nisbi əks göstəriş sayılır. Ümumiyyətlə ürəyi qidalandıran sağ və sol koronar arteriyalarından tac arteriyalar mövcuddur ki, sol tac arteriyada ana damar özü 2 böyük yan şaxə verir ki, bunlardan sol ön enan arteriya və dolanan tac arteriyadır. Əsasən ürəyi qidalandıran bu 3 tac arteriyadır. Bu 3 tac arteriyanın hər hansı birində patologiya olduqda xəstəyə müdaxilə olunur, ya stent və yaxud açıq ürək əməliyyatı. Sonda onu bildirmək istəyirəm ki, 40 yaşından yuxarı kişilərdə, 50 yaşından yuxarı qadınlarda ildə heç olmasa bir dəfə heç bir şikayət olmasa belə kardioloqa müraciət etməkləri məsləhətdir. Həkim məsləhət olmadan koronar angioqrafik müayinənin olunması məsləhət sayılmır. Sonda onu qeyd etmək istəyirəm ki, pasientlər angioqrafiya olunandan sonra yanlış bir fikir yaranır ki, angioqrafiya oldu, mənim damarlarımı güdülər. Angioqrafiya damar yumaq üçün deyil, angioqrafiya sadəcə bir damardaxili bir müayinədir. Damarın hansı hissəsində daralma, tutulma, turum varsa, onu birbaşa gözlə görür. Həmçinin koronar angioqrafiya ürəyin işemik xəstəliklərində qızıl standart sayılır.